Məncə elə təhsildən başlamaq lazımdır. Yəni yaşadığın evdə təhsilə qarşı münasibət önəmlidir. 5 yaşımda xatırlayıram ki, 100-ə kimi saymayı falan öyrətmişdi qoca babam. Normalda uşaqlar ona kimi saymayı öyrənirdi. Yəni bu fərqləndiyimi düşünürəm bu cəhətdən. Hətta bir dəfə xatırlayıram, mənə demişdi, məktəbdən gələndə Gürcü fotoqrafiyaya dəvət et, şəklimi çəksin. Qarşılaşdım həmin kişi ilə və ona dərdimi başa saldım, evə getdim, sonra şəklini çəkdi. Yəni bu onun son fotoqrafı idi, ancaq yəni ən azından arzusunu yerinə yetirmişdim qoca babamın. Attestat imtahanlarına hazırlaşan zaman, yəni indi yoxdur, o imtahan bizim vaxtımızda var idi. Əvvəlcədən çalışdım, kitabxanada əlavə kitabları oxudum. Sonra bu attestat imtahanı günü gəldi, çatdı təbii ki və oxuduğum kitabların mənə xeyir olduğunu gördüm, yəni sərfəli oldu. Çalışdığınız zaman yəni əziyyətinizin bəhrəsini görürsünüz, demək istədiyim odur. Bir də önəmli olan bir şeylərdən biri də odur ki, yəni sizin həyatınızı dəyişə bilər hansısa bir kitab və kitabda yazılan bir səhifə ya da bir müəllim ya da bir hansısa bir şəxs dediyi bir söz mənim həyatımda önəmli bir rol oynamışdı. Mənim biologiya müəllimim, hansı ki orqanları keçəndə bizə çox maraqdan danışdı və bu orqanların diqqətlə öyrənməyə çalışdıq və medisinayı seçməkdə mənə stimul verdi bu müəllimin sözləri. Universitetə qəbul oldum, ancaq yəni hər şey gözlədiyim kimi olmadı. Yəni məktəbdə öyrəndiyimiz o bilgilərin heç biri yararlı deyildi o mənada ki, çox aşağı səviyyədə idi məktəbdəki kitablarda yazılan yazılar. Hər şey sıfırdan başlayası olduq. Yəni təkcə dilin çətinliyi deyildi. Orada terminlər var idi, hansı ki, hamısını yenidən öyrənməyə başladıq. Lektorumuzun da dediyi kimi sıfırdan öyrənməyə çalışdıq hər şeyi. Ən önəmli bir şey də o idi ki, ətrafımızda olan insanlar, yəni sizin həyatda seçiminizə çalışırlar ki, münasibət göstərsinlər. Hey deyirdilər, məsələn, sən qızsan, universitetdə necəsən, Gürcü dilini öyrənməzsən, hətta Gürcülərlə birlikdə universitetdə necə oxuya bilərsən, yəni bunlara baxmayaraq, yəni vas keçmədim, öz üzərimdə çalışdım, dili öyrəndim. Gürcülərdən onların dediyinin əksinə bir otaqda oturdum, 6 ilə bitirdim. Yəni elə tələbələr var idi, hansı ki, dərslərdən qalır, məsələn, 6 ilə bitirənmir, amma mən yəni öz üzərimdə çalışdım. Ən çətin il 1-ci ilim idi universitetin, hansı ki, yeni terminlər və qəzəbli lektorlardan qarşılaşdıq, hansı ki, dilə münasibətdən sonra sənin Gürcü olmadığın üçün ola bilsin başqa gözdən baxırdılar. Sən yaxşı oxusan belə, yəni başqa öz millətindən olana qoyulan qiymətisə eyni qiyməti qoymaq üçün gərək 10 qat artıq çalışardın. İkinci kursda belə bir qərar verdim ki, əgər ikinci kursun 1-ci semestrində yaxşı keçə bilməsəm, yəni belə xoşuma gəlməsə aldığım ballar, bəlkə də biologiya müəllimini atlamayı düşünürdüm. Sonra nəticələr əldə etdim, yüksək ballar aldım, 90-100 arası, hətta universitetin stipendiyasını belə aldım. 6 ilə bitirdim universiteti, diploma aldığım gün yadımdadır. Əlimə aldım və mən bu diplomla nə elə bilərəm? Öz-özümə çox düşündüm, çünki bu diplomla yəni, heç nə eləyə bilmirdin, əlavə yeni bir şeylər öyrənəsiydin ki, səni klinikada yəni, işləyə biləsən. Bu öyrəndiyin rezidentura imtahanı verməli idin ən əsas bu yola başlamaq üçün. İmtahanı keçdim. İndi əlində kulan var, yəni balın var, amma yer yoxdur. Yəni problem oradadır. Minlərdən uşaq universiteti qurtarır və dövlətin qoyduğu yerin cəmi sayı ola bilsin 20-30-a qədərdir. Ən çoxu da ola bilsin kiminsə yaxın tanışlarınla daha tez yer tapsın, nəinki sən, yəni Gürcü olmadığın üçün. Registrasiya olduğumu xatırlayıram, hansı ki 1 bal yüksək bir qız son bir dəqiqədə, yəni mən kənar qaldım o registrasiyadan. İstədiyim sahədə idi, ən azından denemək istəmişdim ki, olsun da bəlkə bu saat olsun pulmonologiya, kardiologiya olmadı.
alınmadı. Yəni ola bilər doğrudan talimdə pulmonoloq olmaq yox imiş. Sonra başladım özəl klinikaları araşdırmaya, hansı ki yerlər qoyurlar, onun da sayı çox az olur. Yəni 2-3 uzağa bəlkə 4 olsun hansısa bir klinikada yerlər. Elə yadıma gələn ən önəmli vəziyyətdən biri o idi ki, bir klinikaya getmişdim, özəl klinikada. Birinci Qasaobreba 1 saatda danışıqda sən 100 dənə test eləməliydin. 100 testin içində də hardasa bir 10 dənə kardioqrama var idi. Yaxşı yazdım, yadımdadır. Yəni ola bilsin 1-2 səhvim var idi. Sonra sabahı zəng gəldi ki, siz keçdiniz də bu 2-ci Qasaobrebaya gəlin, hansı ki klinikanın direktoru və orada olan kardioloqlardan sizi görüşdürəcək, suallar verəcək. Həmin gün gəldi, mən getdim. Qadınlar təbii ki suallar verdi. İkisi də qadın idi, kardioloqlar. Hiss etdim ki, yaxşı cavablar verirəm. Ancaq klinikanın direktorunun mənə olan münasibəti və sən türkcə də bilirsənmi, belə qəribə bir suallar var idi. Mən də dedim, təbii ki bilirəm, çox yaxın dillər olduğundan Azərbaycanla türk dili. Sonra belə bir sual oldu ki, əgər xəstə 2-ci, 3-cü mərtəbədən düşsə sağ qalarmı? Bunu direktor soruşur. Mən də dedim, niyə sağ qalsın ki? Yəni ola bilər onun qabırğası sınsın, ürəyində qan, tampona da yaratsın falan. Yox dedi, sağ qalacaq. Və eşiyə çıxdım, koridorda olan tələbələr, başqa tələbələr var idi. Onlar da dedi ki, yəni biz də düşünürük ki, bu klinikanın direktorunun əvvəlcədən seçdiyi rezident var da. Yəni bunu prosta elə keçirir ki, güya ki seçəcək də əvvəlcədən təyin olunub seçiləcək bir şəxslər. Yenə də vaz keçmədim. Həmin vaxtlar mən klinikada gedib gəlirdim. Rezident deyildim də, belə deyək. Praktikant umçrosi kimi işləyirdim. Sonra universitet yoldaşım, dostum, bir gürcü qız mənə yazdı ki, indi hal-hazırda olduğum klinikada işlədiyim yerə Qasaobrebaya getdim. Onlar bizdən test istəmədi. Yəni siz onsuz dedi bu bariyeri aşırsınız. Sadəcə dokumentlərinizi gətirin və sonraki gün sizə xəstəliklər haqqında, simptomlar haqqında suallar verəcəm. Yəni bilirəm ki, sizin donor səviyyəniz, yəni medikamentləri bilməsiz, yəni bu sualları verməyəcəm. Sizə orqanların funksiyası ya da ki, xəstəlik simptomları haqqında soruşacağam. Həmin gün gəldi, çatdı. Biz hardasa 7-9 nəfər idi təxminən. Bizi axşama kimi gözlədik. Yəni bir-bir hamımız danışığa daxil olduq, çıxdıq. Sonra evə gedin, sizə zəng gəlsə, deməli keçirsiniz deməkdir. Evə gedirdim, bildiyimiz marşrutkada. Birdən zəng gəldi, yəni heç gözləmirdim. Siz keçdiniz, dedi, bu kardiologiya üzrə rezidentsiniz artıq. Apreldən başlaya bilərsiniz. Bu 2022-də baş verir. Çox sevindim, yəni həyəcanımı marşrutun içində bilmirdim. Necə gizlədim gözlərimdən. Bəlkə də yaş gəlirdi, anlaya bilməzsiniz. Yəni elə dərəcədə sevindim. Sonra evə getdim, dedim bu olanları, yəni evdəkilər belə inanmırdı, yəni bunu başardığıma, yəni yer tapdığıma nəzər oldu bu. Klinikada da heç bir seçkiliyə qarşılaşmadım, yəni eyni təzyiqdə hamımız işləyirik. Amma demək istədiyim odur ki, yəni hər kəs doktor olmamalıdır, o mənada ki, çox çətindir də, yəni 100 imtahanla diploma alırsan, sonra da həyatını orada qurtarmır. Yəni hər şey bir də sıfırdan başlayır. Yuxusuz gecələr və fərqli psixologiyası olan xəstələrdən qarşılaşırsınız. Yəni onlara ümid olmaya çalışırsınız. Son elə bir xəstələr olur ki, onlar son illərini, günlərini o klinikada keçirirlər. Məsələn, kardiologiya rezidenturasının ilk illəri idi. Növbətdə 60 yaşında bir kişi gətirildi, hansı ki, əvvəlcə onun infarkt keçirdiyinin anamnezini eşitdik. Stentlər qoyulmuşdu. Klinikaya gəlmə səbəbi də ürək nahiyəsində şiddətli ağrılar idi. Təcili anamnezi yığandan sonra bunu koronografiya otağına apardıq. Stentlər taxıldı. Buna baxmayaraq xəstənin ürəyindəki ağrılar kəsmədi. Çünki infarktın yayıldığı necə deyim, region geniş idi də, funksiyası geri qazanılmadı. Ağrı kəsicilər verdik, lazım olan prosedurlar protokola əsasən edildi, ancaq xəstənin ürəyi dayandı.
həmin anda ürəyimdə nəsə qırıldı. Yəni bir belə əziyyətə baxmayaraq, bir belə oxudunsa və bir xəstəni itirdin, yəni yetəri qədərmi kömək eləyə bilmədik deyə düşündük. Ancaq bu belə deyildi. Yəni xəstənin özünün etirafları ağlıma gəldi ki, stentdən sonra o dərmanlarını içmirdi, vaxtında alkoholu almaya və siqaret çəkməyə yenə də davam edirdi. Həmin gecə çox ağır idi. Səhəri içimdəki o sükut yenə də davam edirdi. Başqa bir gündə, günüz vaxtı bir xəstə gəlmişdi, hansı ki aritmiyadan, yəni əziyyət çəkirdi. Elə oldu ki, onun ürəyi dayandı və biz əlimizdən gələni elədik. Protokola əsasən adrenalin, şok, ürək masajı və onun ürəyi çalışmaya başladı və çox gözəl bir hiss idi, onu həyata qaytardıq. Hətta sevincdən yerimizdə dura bilmirdik. Çox gözəl bir anı idi, hansı ki ilk günlərimdə rezidenturanın bunları yaşadım. Təbii ki, gündəlik növbətdə fərqli xəstələr gəlir, yəni fərqli simptomlar və hər xəstəyə, necə deyim, qarşındakı insana sadəcə pasiyent kimi baxırsan da, yəni təkcə onun düşməndir ya da başqa dildəndir, fərqi yoxdur da, hamıya eyni gözdə baxmalısan, lazımlı müalicə eləməlisən. Yəni hardan başlayaq sözünün ən önəmli sualına cavabı ola bilərdi ki, ətrafınızdakı insanlardan başlayın. O mənada ki, ətrafınızda olan insanların çox təsiri olur sizin gələcək həyatınızda olacaq prosedurlarda. Yəni müsbət danışsalar ya da təhsilli insanlardan olsanız, siz də təhsilli olarsınız. Belə bir söz oxumuşdum, deyir ki, əgər otaqda ən savadlı insan sizsinizsə, çalışın o otağı tərk edin. Yəni oradan bir şey öyrənə bilməzsiniz siz. Yəni çalışın, yəni mənim olan sizə demək istədiyim odur ki, fərqli kitablar oxuyun, öz üzərinizdə çalışın. Başqaları nə dedi deyə, yəni hər şeydən vaz keçməyin. Əgər istəsinizsə o yola ilk addımlarınızı qoyaraq yavaş-yavaş davam edə bilərsiniz. Ola bilsin ki, başdan heç nə bilməsiniz, amma get-gedə öyrəndikcə hər şeyi əldə edəcəksiniz. Sağ olun.